Bəs neden bu Bahayilerin merkezi Hayfa'da yerleşir, dünya Bahayilerinin? Çok güzel sualdır. Hayfa Palestin şəhəridir. 1800 əgər fikir verdinizsə, Həzrət Bahaullahın 1850-ci illərdə başlayıblar sürgünə göndəriblər. 1840-cı illərdən başlayaraq 40-cı illərin arxasından onu əvvəlcə göndəriblər Bağdada, sonra İstanbula, sonra Ədirnəyə, sonra göndəriblər Fələstinin Hayfa və Əqqa şəhərində dustaq olub. Mən sizlə danışıram təxminən 200 il bundan qabaq. O vaxtlar bütün bu coğrafiya Osmanlı İmperiyasının nəzarəti altında idi. O vaxt hələ, mən sizin sualı başa düşdüm. O vaxt hələ İsrail dövləti yox idi. İsrail dövləti 100 il sonra yaranacaqdı. Ona görə Bahayilər orada qalıblar, mərkəz orada olub. Sonra 100 il sonra İsrail dövləti yaranır. Bu məsələ çox incədir. Yəni, biz İsrailin yanına gelmemişik. İsrail bizim yanımıza geldi. Doğrudan da öyle bir fikir var ki siz İsrail'in elinde bir İslam'a karşı bir... Siz deyəsən keçən dəfə də o sualı mənə vermişdiniz. Bu sualı mənə tez-tez verirlər. Bahayilər İsrailin əlində alət. Əksinə, mənə bu sualı bir dəfə Elmlər Akademiyasında da vermişdilər. Almanlarla əlaqədar danışanda demişdilər ki, onlar o vaxt siz biraz mədəni verdiniz, alətdiniz, onlar şpion demişdilər. Mən də o vaxt demişdim ki, əksinə, deməli, şpion olar əvvəla 8 milyon, 10 milyon arasında dünyada Bahayi var. 10 milyon şpion olar. Şpion olar bir nəfər, iki nəfər. Razısınız? Yoxsa 8-10 milyon şpion olar. Necə fikirləşirsiniz? Razısınız. Bir də, biz oraya əvvəl gəlmişik. Əgər şpion məsələsini qoymaq istəyirsə, onlar bizim şpionlarımızdır.